Səhər idman etməli, yoxsa axşam? Bu baxır sizin məqsədinizə. Əgər məqsədiniz əzələ yığmaq, əzələ böyütməkdirsə, ən yaxşı vaxt axşam saat 4-7 aralığıdır. Çünki axşam saatlarında bədən istiliyi və testosteron səviyyəsi daha yüksək olur. Həmçinin sən gün ərzində qidalanırsan deyə enerjində demək olar maksimum səviyyədə olur. Bu isə daha çox güc, daha ağır məşq və daha çox əzələ deməkdir. Yəni performansın pikdədir. Çox tərliyirsən, çox qaldırırsan və çox böyüyürsən. Və sizə bir bonus məlumat da verim. Əgər axşam yeməyindən əvvəl məşq eləyirsinizsə, böyümə hormonunuz daha yaxşı işləyəcək. Yox, əgər məqsədin yağ yandırmaq, arıqlamaqdırsa, ən yaxşı vaxt səhər ac qarnına 7-9 arası edilən məşqlərdir. Çünki ac qarnına məşq edən zaman, xüsusilə də kardio, bədən enerjisi yağ depolarını parçalamağa başlayır. Həmçinin səhər saatları olduğu üçün metabolizman oyanır və gün boyu kalori yandırmağa davam edirsən. Buna avtobön effekt deyirlər. Əgər bu kardioları orucla birləşdirirsənsə, yağ yandırman daha super işləyəcək. Yox, əgər məqsədin əzələ kütləvi qoruyub yağları yandırmaqdırsa, yenə də aşağı-yuxarı eyni qaydalar keçərlidir. Səhər məşqləri yağ yandırır, axşam məşqləri əzələ qazandırır və ya əzələ qoruyur. Bunlardan da daha vacib olanı isə davamlı edilən məşqlərdir. Əgər sənin disiplinin varsa, səhər ya axşam fərq etmir, mütləq şəkildə nəticə görərsən. Çünki əziyyətin var. Məşqlə bərabər bol protein qəbulu, bol maye qəbulu və 8 saat yuxunu da unutma. Sağlam ol, sağlam qal.